Bayramın necə keçdiyini soruşmayacağam, çünki görürəm necə keçir. Maşallah, çox gözəl, çox əla. Həmişə sizə belə mehriban olmağı diləyirəm. Dünyanın müharibə ilə əlləşdiyi bir vaxtda Azərbaycanda bayram ab-havasıdır. Burada əlavə şərhə ehtiyac yoxdur. Özdə bu il sanki ötən illərə nisbətən daha çox bayram hissi olunur. Bir dənə xahiş edirəm, səmənini hara gəldi atmayın. 3 həftə əziyyət çəkib hazırlayırsınız, sonra hara gəldi atırsınız. O dəqiqə hiss olunur ki, həmin səmənini Instagramda paylaşmaq üçün yetişdirmişsiniz. O hələ yumurtanı demirəm, əvvəllər adət idi. İndi reelslərdə like yığmaq mənbəyidir. Əybi yox, like üçün olsa da əsas odur adətimiz yaşayır. Bu bayramda ən səmimi olanlar bilsiz kimlərdir? Şəkərburanın üstünə adı yazılmayan oğlanlar. Onlar yaşından asılı olmayaraq həqiqətən də şəkərburanın üstünə adı yazılmadığı üçün üzülürlər. Hər şey bir yana. Bir dənə bu tonqal da düz yandıra bilsə hər şey əla olar. Bizim gənclər Bakının küləklər şəhəri olduğunu unudur və küləyin alovu yaya bilmə ehtimalını fikirləşmirlər. Yoxsa tonqaldan kənarda olan ağac necə yana bilərdi? Hələ bu yaxşıdır. Keçən il düz ağacın altında yandırmışdılar. Elə ona görə ağac da yanmışdı. Xoşbəxtlikdən keçən ildə, bu ildə kiməsə nəsə olmayıb. Sadəcə gəlin elə eləyək ki, bu bayramı fövqəladən işçilər də qeyd eləyə bilsin. Evdə qeyd eləyə bilməsə də, heç olmasa işdə qeyd eləyə bilsinlər. Bəlkə orada kimsə qabağına bir dənə çay, bir dənə şəkərbura qoyub içməyə başlayır. O dəqiqə zəng gəlir ki, filan yerdə məhəllə yanır. Sən demə bir nəfər tonqalı düz qalamayıb. Bax, sən yenə də bayramı qeyd edirsən, amma onun çayı soyuyur. Nə olsun iş başındadır, bayram onun da haqqıdır da. Yenə də bütün hallarda kimisə asıb kəsəsi nəsə bir hal yoxdur. O uşaqların qəsdən ağacı yandırmadığını hamımız bilirik. Ehtiyatsızlıqdan yanıb da. Bir tərəfdən baxanda insanların adətlərimizə sadiq qalması yaxşıdır. Arada deyirik ki, telefon bizi real dünyadan uzaqlaşdırıb. Görünən odur ki, bu telefon Novruz bayramından bizi ayıra bilməyib. Heç ayıra da bilməz. 30 yaşım var, məhəllədə taxtanı hardan toplaya bilərik, hamıdan yaxşı bilirəm. Adam Novruzu görəndə uşaqlığına qayıdır. Uşaqlıq barədə bir nəfər yazı yazmışdı. Haçan yadıma düşür pis oluram. Yazmışdı ki, bir gün məhəllədə sonuncu dəfə futbol oynadıq. Amma bunun sonuncu olduğunu heç kim bilmədi. Məhəllədə futbol oynamasaq da tonqalımız öz yerindədir. Qabağıma bir dənə xəbər çıxdı. O xəbər də mənim məhəlləmizin sözə qulaq asmayan uşaqlarını yadıma saldı. Sürət qatarına daş atan 4 nəfər yeniyetmə saxlanılıb. Onların valideyni ilə profilaktik söhbətlər olub. Əvvəl qatar yoluna dəmir pul qoyardılar. İndi qatarın özünü daşa basırlar. Anlamırlar ki, o hadisə çox pis şeylərlə nəticələnə bilər. Şüşə sınar, sərnişinlərə nəsə olar. Bayram günlərində cəmaatın evinə niyə şər salırsınız? Biz uşaq vaxtı nadinc olmuşuq, amma kiməsə təhlükə yaratmamışıq. Bayram günündə keyfinizi çox da korlamaq istəmirəm. Özdə sabahdan lap bayrama qarışır. Ramazan bayramının süfrəsi ilə şəkərburalar tandem təşkil edəcək. Bayram elə bir şeydir ki, hamı özünə gözəl arzular eləyir. Mənim də arzum odur ki, həqiqətən ağırlığımız köhnə ildə qalsın. Önümüzdəki günlər o qədər gözəl keçsin ki, gələn il bu vaxt ağırlığımız keçmişdə qalsın deyə bilməyək. Novruzda deyirlər ki, küsənlər barışır. Bu bayram bizə bağışlamağı öyrədir. Bütün pis hadisələrin unudulmağını, düşmənliklərin sona çatmağını arzu eləyirəm. Bayramımız mübarək olsun, gözəl insanlar.